Deyir ki, bir adam artıq işi işdən keçib. Əl qolundan tutub qiyamət günündə cəhənnəmə aparırlar. Mötəbər hədisdir bu. Deyir, bəndə dayanır, getdikcə arxaya baxır. Bu ki, günahkardır, günahı savabından çoxdur, bunu cəhənnəmə aparırlar, dayanır, arxaya baxır. Allahdan nida gəlir, mənim mələklərim, buraxın onu görüm, nəsə sözü var deyəsən. Siz Allah bunu təkrar eşitmişsinizsə bugün də qulaq asın. Görün necə gözəl Allahımız var və biz necə ona səhv münasibətdəyik. Bu duanın şərhinə aiddir. Ya mən ərcuh li kulli xeyr. Ey Allah ki, hər xeyr ondan gözlənilir, o gözləntiləri doğruldur. Qiyamət günündə deyərlər, saxlayın bunu. Bu cəhənnəmə getmək istəmir, nəsə sözü var. Deyir, xəcalət içində baxar, deyir, ilahi, heç gözləntim bu deyildi, mənə o da atasan. Mən cəhənnəmə aparasan. Heç gözləməzdim. Mən başqa şey gözləyirdim səndən. Başqa şey gözləyirdim. Nə gözləyirdim? Gözləyirdim məni bağışlayasan. Allahdan nida gələr ki, buraxın onu. Ondan sonra deyər ki, izzət və cəlalman da olsun, yalan deyir. Dünyadaykən bir an belə bu gözləntidə olsaydım məndən işi bu yerə çatmazdı. Amma deyir, indi ki bu gözləntidədir, burada da olsa, qiyamətdə, onu buraxın və onu bağışladın. Sən demə belə Allah'ıymış. Bircə bunu istəyir ki, gözləyəsən ondan, intizarva uyğun davranır. Mümkün deyil ki, sən deyəsən ki, mən səndən gözləyirəm, məni bağışlayasan, o bağışlamasın. Və bunu həyasızlıqla qatışdırmayın. Həyasız adam bilsin, həyasızlıqda təkəbbür var. Deyir, mən neynəmişəm? Bir dəfə etiraf edirsən ki, mən günahkaram.